olmayan Peyğəmbərin başına bir iş gələ. Görün Peyğəmbər harda qaldı. Çıxanda gördülər Peyğəmbər məscidin həyətində balaca uşaqları alır çiyninə, gəzdirir. Bir uşağı yerə qoyanda o birisi deyir mənim üçün də dəv ol. Uşaq dilində də, yəni məni də gəzdir. Peyğəmbər də uşaqların qəlbini sındırmamaq üçün, yəni yubanır cəmaat namazına. Salman gəldi dedi, ya Rasulullah, cəmaat yığılıb məscidə, cərgələr düzülüb, sən yoxsan namazın da fəzilətli vaxtı gedir, gəlmirsən. Dedi, ey Salman, heç Allah bunu götürər ki, bu uşaqların qəlbini sındırım, sonra geyim diyanım namaza. Allah o cür namazı qəbul eləyər bizdən. Dedi, yox. Dedi, bəs onda ya Rasulullah neyniyək? Dedi, qoy bu uşaqlarla bir şərt kəsin. Çağırdı onların yanına, dedi, sizə bir hədiyyə versəm məndən əl çəkərsiniz. Dedilər, bəli ya Rasulullah. Dedi, Salman, neçə gün bundan qabaq bir neçə kilo qoz yığmışam, qoymuşam qırağa qurusun, ged onları gətir bura, bunların arasında pay kimi bölüşdürün, məndən əl çəksinlər. Bir Peyğəmbər onu bölüşdürəndə uşaqların arasında, uşaqlar ki, getdi o qozu sındırıb yeməyə başları qaçışdı, Peyğəmbərdən əl çəkdilər də. Peyğəmbər məscidə tərəf gələndə Salmana yolda bir cümlə söz dedi ki, qızıldan da qiymətli bir söz. Dedi, ey Salman, bil, yəni bu dünyada 124 min Peyğəmbərin içində iki Peyğəmbəri ən ucuz qiymətə satdılar. Biri Yusuf Peyğəmbəri qardaşları bazarda ən ucuz qiymətə satdılar. Biri də bu uşaqlar məni qoza dəyişdilər. Bu uşaqlar bilsəydər mənim dəyərim nə qədər yuxarıdır. Dünyanı da versəm mənə verməzdilər. İndi bəzən bizə deyəndə ata-anan qədrli bir namazlı qıl, Qurana qulaq as, moizəyə qulaq as. Bəziləri bilirsiniz niyə bunu